Salam əziz izləyicilərim. Bugün hansı mövzudan danışacağıq? 100 ədəd fərə cücələrdən biz nə qədər yem xərcləmək sayəsində yumurtalıq rasyon hazırlayacağıq və həmən fərələri yumurtaladacağıq. Bunun üçün biz nəyi nəzərdə tutacağıq? 100 ədəd fərə cücələri nəzərə alacağıq. Bunun üçün biz ortalama olaraq 100 yox, 200-dən misal gətirə bilərik. Bu bir həftəliyində bilinir ki, cücələrimiz bizim fərədir, yoxsa xoruzdur. Sırf yumurta üzrə satışı gediləcək. Sırf yumurta üzrə satışı getdiyimiz zaman isə bizə xoruza ehtiyac yoxdur. Çünki yumurta satışını reallaşdıracağıq. Bunun üzərindən 100 cücəni hesablayıram. Yorumlarda yazanda bu cümlələrimə xahiş edirəm. Diqqətlə fikir verib sonradan yorum yazın mənə. Burada ölüm faizi də nəzərə alınır. Sırf 100 ədəd fərəmiz var, fərə cücələrimiz var. Bunların böyüdülməsi haqqında sizə məlumat verəcəm yem xərci sayəsində. Keçək. Bizim cücələrin böyüdülməsi başlayacaq. İlk maya yemi veriləcək, yəni başlanğıc yemi, sonra böyütmə yemi, sonra isə yumurta yeminə keçid eləyəcək. Rasyonla bizim dediyimiz kimi rasyonu hazırlasaz Allahın izni ilə inşallah həm yem xərcindən azad olacaqsınız, həm də ki fərələrimiz bizim Allahın izni ilə 4 ayında tam yumurtalamağa başlayacaq. Bunun üçün isə biz bir həftəni, bir ili nəzərdə tuturuq. Bir ilimiz isə 34 həftədir. 34 həftə üzərindən yem xərcimizi deyəcəm bu videoda. Bizim üçün başlanğıc yemi, böyütmə yemi, sonra isə yumurta yeminə keçid eləyəcəyik. Böyütmə yeminin nisbətdə birazdan çox verəcəyik. Çünki boylarının qalxmasını istəyirəm və bundan sonra isə bitirmə yemi Azərbaycan Respublikasında bu saçına yumurta yemi ilə heç kim cücələrə baxmır və aldığımız cücələr bitirmə yemi, yəni yüksək kalori verildikləri üçün kökəlirlər və yumurtalıqları tutulur. Yumurtalıqlar piylənir. Piylənmə sayəsində yumurtalıq tutulur və yumurtanın verim faizi həm aşağı düşür. Yumurtanın verim faizi həm aşağı düşür. Həm də ki, nisbətdə bir balaca arıqlatmaq lazımdır. Arıqlatdığımız zaman isə bir çox xəstəliklər əsasən də qurumaya xəstəliyinə tutulur və cücələrimiz ölə bilir. Bunun qarşısını almaqdan ötürü biz böyütmə yemini nisbətdə çox veririk. Sonra isə yumurta yeminə keçid eləyirik. Bir illik xərcimiz 100 ədəd cücə üzərindən 4 tondur. 4 ton. Bir il ərzində bizim yemimiz gedəcəkdir. Maya yeminə ortalama olaraq 200 kilo, sonradan böyütmə yeminə 700 kilo yem gedəcək və yumurta ərzində, bir il ərzində biz yumurta götürəcəyik. Yumurta yeminə isə 3 tona yaxın yemimiz gedəcək. Yuvarlaşdıranda isə 4 ton yem xərcimiz olacaq bizim. Və burada Lohmann Brown üzərində nəzərdə tutmuşam cücələrin alışını. Çünki burada yumurta faizi həddindən artıq çox olur. Misal üçün F6-larda 80%-dən başlayırıqsa, Lohmann Brown-da 90% ilə 95%-lə hətta yuxarı çıxa da bilirik. Bu sizin cücələrinizin tam orijinal olmağından da asılıdır. Amma burada əsas məsələmiz bizim yem xərcimizdir. Nə qədər yemə ehtiyacımız var və burada yumurta işi ilə məşğul olanlar mütləqli şəkildə yemini əvvəlcədən yığıb stoklamalıdır ki, bu yem bizə maliyyəti çox böyük olmasın. Çox böyük fərqlər var. Misal üçün buğdanı mən yerində yığımda
35 qəpikdən alıramsa, indi satışına buğdanın qiyməti 50 qəpikdən 52 qəpik arasında dəyişir ki, bu da çox böyük bir fərq yaradır ortalığa. Yaxşı, rasionu necə öyrədəcəyik sizə? 1 illik bir plan təqdim olunacaq sizə. 1 il ərzində lazımı yemlərin nə qədər kiloqramı deyiləcək sizə. Baxılma şəraiti deyiləcək ki, cüzələrin temperaturu nə qədər olmalıdır, hansı vitaminlərdən, hansı dərmanlardan istifadə olunmalıdır və yemimizi də öz zavod yemimizi sizə hazırladırıq. Bunu necə edirik? Cəmi cümlədən 60 manat sizin xərciniz çıxacaq. 60 manat dəyərində, yəni 15 ədəd bundan göndəririk. Pangodur. Pango Alman məhsuludur. Yemlərin tərkibinə qatılır əsasən. Premix kimi nəzərdə tutun və Premixdə bu vitamin premixi deyil, amino asidlərdən təşkil olmuş və əlavə olaraq vitamin əlavəsi olaraq cəmləşdirilmiş bir premixdir ki, çox super nəticələr əldə eləmiş olacaqsınız və tam zəmanətlə sizə verilir ki, %95%lıq sizin nəticəniz olacaq, əgər biz deyənləri eləmək şərti ilə. 60 manatın içərisində baxılma şəraiti, rasionlar və dərmanı da bu yem qatqısı dərmanını el dilində desək sizə göndəririk. Bütün rayonlara çatdırmamız mövcuddur və 1 il ərzində də hər hansı bir probleminiz olduqda siz bizə müraciət edirsiniz, sizə geri dönüş eləyirik. İndi insanıq da, ola bilər xəstələndiribsiniz, hər hansı bir probleminiz olubdur. O problemləri arada qaldırmağınıza sizə təmənnasız olaraq 1 il ərzində köməkləyiş olunur. Cəmi cümlədən 60 manat xərclə. Özüm zootexnikanın xüsusi yemlənməyə cavabdeh olan şəxsəm ki, sizə maliyyə cəhətindən ən aşağı olan rasionlar sizə təklif olunur və zavod yeminizi öz evinizdə hazırlayırsınız. Bunun bir çox üstünlükləri var. Üstünlüklər nədən ibarətdir? Birinci, cibinizə qənaət eləmiş olursunuz. İkinci, yeminizi hazırlayarkən içərisində nələrdən ibarət olduğunu bilirsiniz. Üçüncüsü isə yumurta keyfiyyətiniz çox yüksək olur ki, bəzi təsərrüfatçılarda yumurta müəyyən bir pik nöqtəyə çatanda, pik nöqtəni bilmirsiniz. Yumurtalığın 3 dənə pik nöqtəsi var. Birinci başlanğıcdır ki, yumurta faizi daha yüksək olur, sonradan orta səviyyədir, sonradan isə bitirmə səviyyəsidir. Bitirmə səviyyəsində öncə bu toyuqlar əldən çıxmağa hazır vəziyyətdə olur. Yəni çalışın 1 il, 4 ay məsəl üçün gözlədiniz. 4 aydan sonra 1 il biz gözləyirik bunların yumurta səviyyəsini. Yumurta səviyyəsi 50%-ə düşəndə, 60%-ə düşəndə həmən toyuqlar yenə yumurtalayan toyuq adından satılır, yaxud da ət kimi satılır və buradan da siz əlavə qazanc əldə eləmiş olursunuz. Təzədən həmən sistemi sıfırdan yaradırsınız ki, sizdə yumurta faiziniz daha yüksək olsun və verdiyiniz yemə görə xərcinizi ödəyə biləsiniz. Video bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər hansı bir sualınız olsa 058 91 35 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.